Bura bizim Ata Holding. Baxın, belə gedək. Sol Ata Holding, sağ Prefektura Meriya. Buradan məhlə gedir, park məhləsi. Bizim məhlə park məhləsidir. Evi göstərdəcəyim məhlə park məhləsidir. Gedirsiniz düz belə düz. Tabidze küçəsi var. Tabidze küçəsində 5 sot yarımın içində olan ev göstərdəcəm. Full paket. Olmayan əşya yoxdur. Olmayan texnika yoxdur. Hər növ ev polностью под ключdur. Mebelindən tutmuş remonduna kimi 2 mərtəbəli ev indi sizə təqdim edirəm evi. Dronla başa düşmədiyiniz üçün bəziləriniz deyirəm, mən piyada göstərirəm sizə. Baxın, park məhləsindən gələndə Ata Holdingin arxasını göstər. Bax, Ata Holdingin bu arxası. Buradan belə gəlirsiniz, dönürsünüz Tabidze küçəsinə, döndünüz Tabidze küçəsinə, dalşı yenə göstərdəcəm. Bax, hardan əsildar da bilirsiniz, ginekolog evindən bir məhlə sağa dönürsünüz, evi göstərirəm. Ginekolog əsildar doktor. Əsildar doktorun evi Tabidze küçəsi gəlir. İndi mən sizə göstərdiyim ev, belə gəlirsiniz Tabidze küçəsindən, Ata Holdingin arxası, Tabidze 38A, döndünüz buradan sağa, məhlədən döndünüz, baxın, məhlədən döndünüz, gəlirsiniz yenə sağa dönəndə, belə bir gözəl evimiz var. Gəlin, buyurun, birinci siz daxil olun, siz məndən qabaq baxın, belə bir gözəl həyatı var. Həyat jackpotdur, bildiyin. Nə istəsən həyatda var da. Letnik, istədiyin vaxt buraya gözəlcə təmir eləyirsən, bizim dildə olacaqdır. Yəni, Gürcüstanda, bəlkə başqa ölkələrdə də var, bilmirəm, Gürcüstanda normalda ev tikəndə balaca da olacaq tikirlər ki, burada hərəkət divizyon eləsinə, banka bağlamaqdırmı, yayda yemək pişirməkdırmı, çöldə oturub belə naslar versə eləmək üçün, yəni bura var, hazırdır. Bu bizim ev, evə də birazdan bax, qonağınız gəldi çöldə, iş-güc görürsünüz, evə adamı salmaq istəmişsiniz, sanitar qovşağı var. İndi isə keçirik arxa həyətə.